Müasir imtahan sistemi artıq robotlaşmış əzbərçiləri deyil, düşünə bilən, analiz edə bilən şagirdləri axtarır. İmtahan yaxınlaşdıqca abituriyentlərin etdiyi ən böyük səhv yüzlərlə ili, tarixi hadisəni, eyni zamanda müqavilə bəndlərini kör-körənə əzbərləməkdir. Lakin imtahanda kiçik bir həyəcan bütün bu əzbərlərin hamısını yuyub aparır. Bəs tarixdən yüksək nəticə əldə etmək üçün nə etmək lazımdır? Bu işin sirri nədir? 1. Rəqəmləri deyil, hekayəni görmək. Dövlətlər niyə müharibə edirdi? Səbəb sadəcə ərazi iddiaları deyildi. Ticarət yolları, geosiyasi maraqlar və qarşıda duran hədəflər idi. Səbəb-nəticə əlaqəsini anlayan şagird ili unuda bilər, amma prosesi heç vaxt unutmur. 2. Xəritəni oxumaq. Tarix sadəcə mətndən ibarət deyil. Xəritənin gözünün qarşısına vizual olaraq gətirə bilən şagird imtahandakı bu sualları saniyələr içində həll edə bilir. 3. Və ən əsası, assosiasiya qura bilmək. Keçmişdəki hadisələrlə bu gün arasında səmimi bağlar və bənzətmələr qurmaq məlumatı beynin uzunmüddətli yaddaşına köçürür. Hörmətli şagirdlər, mən dərslərimizdə sizə quru faktları əzbərlətmirəm. Tarixin məntiqini öyrədirəm. Çünki məntiqi bilən mövzu heç vaxt unudulmur.